Xoş gördük, xoş eşitdik hər kəsi. Hər vaxtınız xeyirli olsun, hörmətli dinləyicilər. Dalğa FM radiosuna xoş gəlmisiniz. Bu həftəyə ilk buraxılışla efirdəyik və özü də ki, buraxılışımız təsadüf edir bizim növbəti çərşənbələrimizdən biri külək çərşənbəsində. Bugün Azərbaycanda yel çərşənbəsidir və bu çərşənbəyə həm də xalq arasında yelli küləkli çərşənbə də deyirlər. Düzdür, Bakı ümumiyyətlə küləklər şəhəridir və biz alışmışıq küləyə və küləksiz, o gilavarsız, xəzrisiz bir xəzri küləksiz günümüz olmasın, necə deyərlər. Bakı küləkləri ilə də məşhurdur, tanınır və yel çərşənbəsi isə əlbəttə ki, bu barədə bir çox atalarımız, babalarımız, atalar sözləri yazıblar zamanında. Yellə gələn deyir, sellə gedər və yaxud da yel apardığını qaytarmaz, yellə dost olan yellənə qalar. Yəni bir çox yellə bağlı atalar sözləri var və ən çox sevdiyim isə yellə bağlı, küləklə bağlı odur ki, əslində yel qayaya nə edər ki? Yəni küləkdir, gəlir, əsib gedə bilər, amma deyir o yarpağıdır, nə bilim, xırda daşlarıdır, amma qayaya deyə bilməz, sütuna deyə bilməz, kökə deyə bilməz və biz də əlbəttə ki, öz milli kökümüzə, milli varlığımıza, milli sərvətimiz muğama bağlı olaraq elə bugün də öz ənənəmizə sadiq qalaraq bugün Dalğa FM radiosu və Mədəniyyət Nazirliyinin birgə layihəsi Sənətin Səsində yenə də əlbəttə ki, qonaqlarla sizin görüşünüzə gəlmişik. Artıq bir ənənə halına alıb ki, biz elə bu çərşənbələrimizdə həm də xanəndələrimizlə sizi görüşdürürük və canlı musiqi, canlı ifa, milli musiqi deyiriksə, əlbəttə ki, milli musiqimizin təmsilçiləri, tarımızdır, kamançamızdır, onlarsız bir günümüz olmasın. Bir daha hər kəsi ürəkdən yel çərşənbəsi münasibəti ilə ürəkdən təbrik edirik və külək qoy yalnız pis günləri, pis xatirələri belə deyək də alıb aparsın və xoş, gözəl səs soraq gətirsin, xoş xəbərlər gətirsin və o xəbərləri də biz də sizinlə paylaşaq. Verilişlərimizi Mədəniyyət Nazirliyinin Dalğa FM radiosunun YouTube kanallarından da izləyə bilərsiniz və qonaqlarımıza gəldikdə və Azərbaycan muğam sənətində elə səhv etmirəmsə elə muğam müsabiqələrindən də yolu keçən xanəndə Vüsal Qasımov bugün bizimlədir. Xoş gəlmisiniz. Çox sağ olun Sevinç xanım, xoş gününüzə gələk. Minnətdaram, təşəkkürümü bildirirəm dəvətiniz üçün. Bugün yel çərşənbəsidir. Xalqımızı bu gözəl çərşənbə münasibəti ilə ürəkdən səmimi qəlbdən təbrik edirəm. Xalqımıza gözəl günlər, xoş günlər arzu edirəm inşallah. Allah xalqımızı qorusun. Bir daha minnətdaram dəvətiniz üçün. Amin, qatılıram təbrikinizə və əlbəttə ki, musiqiçilərimizi də böyük məmnuniyyətlə təqdim etmək istəyirəm. Bəzən bu bayram günündə bir irad kimi olmasın, bir belə deyək də bunu pis qəbul etməyin. Həmkarlarıma səslənmək istəyirəm ki, adətən xanəndəni də təqdim edirlər və daha sonra dostlarınızı da siz təqdim edin kimi ifadələr işlədirlər və yaxud musiqiçiləri də siz təqdim edin. Niyə? Mənə elə gəlir, xanəndə tarsız, kamansız haraya qədər gedə bilər əslində. Yəni biz muğamla, yəqin ki, mənimlə razılaşarsınız Vüsal bəy. O qədər eşidirik televiziyada, radioda, ən çox da televiziyada mən bunu çox rast gəlirəm. Elə dünən də bir verilişə baxırdım ki, musiqiçiləri də dostlarınızı təqdim edin. Dostların hər biri sənətkardır. Onlar gənc olmasına baxmayaraq, musiqiçilərimiz də sözsüz ki, bugün muğamımızı yaşadan, təbliğ edən, tədris edən musiqiçilərdir və kimliyindən, əlbəttə ki, sənətindən asılı olmayaraq düşünürəm ki, hər kəsin öz təqdimatını öz adı ilə, soy adı ilə təqdim etmək lazımdır. Bunu da bir tövsiyə kimi qəbul edin, əziz həmkarlar, dostlar. Və tarda bugün Zabil Camallı müşahidə edəcək. Xoş gəlmisiniz. Çox sağ olun Sevinç xanım, minnətdaram dəvətiniz üçün. Təşəkkür edirik. Mən də sizləri yel çərşənbəsini, izləyicilərimizin yel çərşənbəsini təbrik edirəm. Çox sağ olun. Sizinlə bahəm və kamançada isə Toğrul Qasımov müşahidə edəcək. Siz də xoş gəlmisiniz. Xoş gördük Sevinç xanım. Minnətdaram. Mən də xalqımızı bu gözəl çərşənbə münasibətlə təbrik edirəm. Dəvətiniz üçün də minnətdaram. Qatılıram. Qoşuluram. Bayaq veriliş başlamadan öncə söylədiniz ki, bölgələrdə hansı tezlikdədir? 92.5 dalğası tezliyi bizim yeri gəlmişkən bu dalğa
dalğada bizi tuta bilərsiniz. Dalğa FM radiosu ilə eyni dalğada olmaq üçün deyəsən bölgələrdən dinləyənlər olacaq. Hansı bölgəyə salam göndərib Yel çərşənbəsini təbrik etmək istəyirsiniz? Bərdə rayonuna. Oo, Bərdəyə. Siz necə? Buradan Şamaxı rayonuna salam. Şamaxıya da bir salamlar buradan. Siz Vüsal bəy? İmişli rayonuna salamlar. İmişli rayonu, bir göndərirəm inşallah. cənub bölgəsinə də Azərbaycanın bütün bölgələrinə salamlarımızı çatdırırıq. Ta bizim əlbəttə ki Xankəndiyə qədər, Qarabağa qədər, hətta dünən bir xəbər yayılmışdı. Xankəndidə Qarabağ Universitetində tələbələrimizdən biri azanı səsləndirdi. İftar vaxtı, Ramazan ayını da yaşayırıq. Allah hər kəsin oruc və dualarını da qəbul etsin. Bəli, səsimiz, sorağımız, azanımız belə bizim doğma əzəli torpaqlarımızda səslənir. Buradan hər kəsə salam olsun. Bəlkə bir canlı ifa ilə biz davam edək. Əlbəttə, bəli. Və heç bir bölgəni biz ayırmırıq. Ona görə də bütün Azərbaycana bu ifanı Yel çərşənbəsində, Külək çərşənbəsində canlı ifa ilə biz elə salamlarımızı, təbriklərimizi çatdırırıq. Ardınca isə əlbəttə ki söhbətlərimiz də olacaq. Bura çox maraqlıdır. Dalğa FM radiosuna xoş gəlmisiniz. Buyurun, söz musiqinindir. Bir çoban kızını gördüm çeşme başında. Ay aman. Bir çoban kızını gördüm çeşme başında. Ay aman. Qoşa xallar var üzündə, bəsmə qaşında. Vay vay vay. Qoşa xallar var üzündə, bəsmə qaşında. Aman aman. Bir çoban kızını gördüm elinde kaçar. Bir çoban kızını gördüm elinde kaçar. Ay aman. Ne atam var ne de anam gönderem elçi. Aman aman. Ne atam var ne de anam gönderem elçi. Aman aman. Çərşənbə günündə ya çeşmə başında. Çərşənbə günündə çeşmə başında. Gözüm bir ala göz xanıma düşdü. Atdım
müjgan oxun keçdi sinəmdən. Cadu qəmzələrin qanıma dönüşdü. İşarət eylədim, dərdimi bildin. İşarət eylədim, dərdimi bildi. Gördüm həm gözəldir, həm əhli dildir. Başını buladı, gözündən güldü. Güləndə qadası canıma düşdü. Ələskərəm yemək aman. Ələskərəm hər elimdən halıyam. Gözəl sən, təbibsən, mən yaralıyam. Dedi nişanlıyam, öz camalıyam. Dedi nişanlıyam, öz camalıyam. Sındı qol qanadım, yanıma düşdü. Əzim gözəl olsun, hər günümüz gözəl olsun. Belə xalqımızı təbrik eləyək, yel çərşənbəmiz mübarək olsun. Ay aman 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 ah canım qara deyil. Sən müşfiqin yanında qal, cinən sənə qurban. İstərsən bu canımı al, cinən sənə qurban. Sən müşfiqin yanında qal, cinən sənə qurban. İstərsən bu canımı al, cinən sənə qurban. Deyirsən yanında qalacağam mən. Çox gözəl fikirdir, qal sənə qurban. Deyirsən yanında qalacağam mən. Çox gözəl fikirdir, qal sənə qurban. Nə zaman istəsən əziz canımı, qumral gözlərində al sənə qurban. Nə zaman istəsən əziz canımı, qumral gözlərində al sənə qurban. Sən müşfiqin yanında qal, cinən sənə qurban. İstərsən bu canımı al, cinən sənə qurban. Sən müşfiqin yanında qal, cinən sənə qurban. İstərsən bu canımı al, cinən sənə qurban. Teşekkür edirik. Güzel canlı ifaya göre yeni qoşulanları da salamlayırıq. Bəli, düz eşitdiniz, canlı ifayədir, səsləndi. Az öncə dostlar, milli musiqi sevərlər, sənət sevərlər, sənətin səsi davam etməkdədir. Dalğa FM radiosuna yeni qoşulanları da əlbəttə ki salamlayırıq, xoş gəlmişsiniz söyləyirik. Bir daha hər kəsi külək çərşənbəsi, yer çərşənbəsi günü münasibətilə ürəkdən təbrik edirik. Elə bir muğamda da bir çərşənbə günündə oxudunuz. Teşekkür ederim. Çok sağ olun. O Aşıq Ələskərin də sözləri idi. Bəli. Yad etdik ustadlarımızı, şairlərimizi, böyük sənətkarları biz hər zaman vəsf edirik. Tərənnüm edirik. Əlbəttə ki, söhbətlərimizdə, xatirələrimizdə onlar hər zaman yaddaşımızdadır və sən demə, bugün həm də daha bir xoş təsadüf. Bugün bizim böyük sənətkarımız, böyük ustad xanəndə zamanında dəfələrlə müsahibim olmuşdu sağlığında. Hətta yadımdadır ilk müsahibələrimdən birini də elə məsələ ustad sənətkarımızın dərs dediyi İncəsənət Universitetinə də yola düşmüşdüm və ilk mənim üçün yadda qalan bir müsahibə Canəli Əkbərovlu olmuşdu. Bugün ustadın doğum günüdür. Ruhu şad olsun və elə bugünkü qonağımız xanəndə Vüsal Qasımov da elə Canəli Əkbərovun məktəbinin davamçısıdır. Nə xoş bir hal sizin üçün. Bəli, Sevinç xanım, doğrudan da mənim üçün xoş bir haldır. Bəli. Mən Allah ustadımıza rəhmət eləsin. Mədəniyyət və İncəsənət Universitetində ilk müəllim ustadım Canəli Əkbərov olub, xalq artisti. Bəli. Doğrudan da dəyərli, əvəzsiz
xanəndə idi. Allah rəhmət eləsin, ruhu şad olsun ustadımızın Amin. inşallah. Və mən onunla- efir vasitəsilə Aha. əməkdar artist Zakir Əliyev mənim müəllimi də salamlayıram. Bəli, O da- daha bir ustadımız, Bəli, bəli, Zakir sizin mənim həm də müəllimim olub, növbəti ustadınız, müəlliminiz Zakir Əliyev. Onların əlbəttə ki, Zakir müəllimin də ustadların əməyi danılmazdır xanəndələrin Bəli, yetişməsində. Canəli Əkbərov isə bu gün doğum günündə yad edərkən qeyd etməliyik ki, həm də Canəli Əkbərov uzun illər səhnəmizin məcnunu kimi Bəli, bəli. böyük əlbəttə ki bir zamanı əhatə etmişdi onun yaratdığı obrazlar və elə danışığında, söhbətlərində də bir məcnun kimi danışardı. Bəli, əlbəttə ki. Mən istərəm bəladı üçün, istər bəla məni. Bəla məni. Onun o deyilişi, o sözləri, o danışıq tərzi də bir sanki bir qiraətçi kimi, bir səhnədə kimin özünü hiss edirdi. Dərslərdə də elə idi. Bəli, əlbəttə ki, Sevinç xanım, sizə deyim ki, qəzəliyyətə ən çox qəzəl nüansı idi toxunduğu. Qəzəliyyətə çox Yar ilə fürsət tapıb birdəm ki, göftar eylərəm. Zövqüdən gülləm onu 100 dəfə təkrar eylərəm. Bu o qədər intonasiya ilə, yəni Bəli. həmişə bizə qəzəli əzbərlətdirirdi. Ondan sonra muğam dəstgahlarını biz ifa eləyirdik. Bəli. Allah rəhmət Ruhu eləsin, şad ruhu olsun. Bəli, Canəli bəli. Əkbərovu biz yad etdik. Yeri gəlmişkən elə martın 15-i isə bizim digər ustadımız Hacı Baba Hüseynovun doğum günüdür. Bir çoban qızını gördüm mahnısını oxudunuz. Bəli, O da Hacı Baba bəli. Hüseynovun Bəli. repertuarında xüsusilə seçilən nəğmələrdən, mahnılardan, təsniflərdəndir və Hacı Baba Hüseynova həsr olunmuş bizim verilişimiz olacaq bu həftənin 5-ci günü. Onun da yaradıcılığına müraciət edəcəyik. Onu da yad edəcəyik. Və ümumiyyətlə deyirlər o mənəvi ustadda, yəni biri var ki, ünsiyyətdə olursan, dərslərində iştirak edirsən. Biri də var ki, heç belə üzünü belə görmədən, amma onun yazıları ilə, onun səsi ilə, lent yazıları ilə özünə bir ustad hesab edirsən. Yəqin ki, Hacı Baba Hüseynov da elə ustadlardandır ki, yəqin ki, Bəli, təbii günü ki. bu gün də bu gün elə bir zamanədir ki, məktəb. sosial bu gün YouTube-da da, yəni lent yazılarda da, internetdə də açıb dinləyib elə nələrsə öyrənirsiniz. Bəli, bəli, əlbəttə ki, Hacı Baba Hüseynov çox böyük bir ustadımız idi. Allah Bəli. rəhmət eləsin. Amin. Həm qəzəl məktəbi, həm ifa etdiyi muğam dəstgahları həqiqətən də yəni Zülfü Adgözəlovdan, Seyid Şunskidən bəli öyrənmiş bir sənətkar. Bəli, onların lent yazılarını dinləyərək bu sənəti sevmişdi və artıq sonradan özü də neçə təsnif və mahnıların müəllifi kimi bu gün xatirələrdədir. Bəli, əlbəttə həm də bayram günündə çox maraqlı birdir ki, yəqin ki sizdə də belədir ki, nədənsə insanı aparır xatirələrə, ötənlərə, keçmişə. Çünki Novruzumuz da bizim elə bu adətlərimiz də, bu çərşənbələrimizin özü də bizdə keçmişdən qalan bir sərvətdir, bir adət ənənədir ki, onu bugün biz yaşatmalıyıq. Bizim çinlərimizə düşən bir missiyadır. Bax, sənətkarlarımız, musiqiçilərimiz onlar ifalarında, qəzəllərində, muğamlarında yaşadırlar və biz də bunu əlbəttə ki, sizə ötürməklə, hörmətli dinləyicilər, hörmətli bizi izləyəcək izləyicilərimiz, bunları biz əlbəttə ki, aşılamalıyıq və bugün milli adət ənənələrimizdən danışırıqsa, gözəl bir ənənə həm də qoyulub uzun illərdir ki, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu tərəfindən və Dövlət Televiziyamız tərəfindən gerçəkləşən muğam televiziya müsabiqələridir və sizin də yolunuz bu müsabiqədən keçib 8-ci muğam müsabiqəsində. 8-ci muğam müsabiqəsi, bəli. 2022-ci ildə 8-ci muğam televiziya müsabiqəsində iştirak etdim. 7-likdə olduğum laureat adını qazandım. Şükürlər olsun 7-likdə, Allaha. yəni Bəli, laureat adını. oldunuz. Bəli, bəli. Final Şuşamızda oldu. Şuşada çıxış etdiniz. Bəli, bəli, Möhtəşəm. Şuşada oldu. Həqiqətən də çox sevindirici, qürur verici halda. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin inşallah. Amin. Həmin ildə kimlər ümumiyyətlə sizinlə birgə deyirlər, o muğam müsabiqəsinə gəlmək, iştirak etmək özü bir qələbədir. Təbii ki, özü bir bəli. qazancdır. Amma bir də Bir görsən millət həmin düşməyin özü bir müsabiqəni, qalibiyyətdir, belə bir bəli, müsabiqədən qalib olur, amma sonra görsən ortalıqda yoxdur. Nə bilim, sənətini davam etdirmirlər. Bir daha bu ona dəlalət edir ki, qalib olmaq önəmli deyil. Sənin yolun müsabiqələrdən, festivallardan keçə bilər. Amma sonradan o sənəti uğurla davam etdirmək, bax budur qalibiyyət. Bəli, Sevinç xanım, ümumiyyətlə bizim sənət elə bir sənətdir ki, xüsusilə də muğam sənəti. Bəli. Çalışmaq, yenə də çalışmaq. Əlbəttə. Həqiqətən də belə bir, yəni muğam sənətimiz belədir. Əziyyət tələb edir, zəhmət tələb edir həqiqətən də. Sözsüz ki, bəli, sözsüz. Yəni düzdür, müsabiqə var ki, adam iştirak edir, sonra sənəti, yəni
davam elətdirmir, amma yəni əziyyət, zəhmət olmalıdır, çalışmaq lazımdır həqiqətən də. Bəli. Bəzən də müsabiqədən qalib olanlar artıq gənc xanəndələr və düşünürlər ki, artıq onlar zirvədədir. Amma mən düşünürəm ki, gənc bir xanəndənin yolu müsabiqədən keçibsə, o ustadlar qarşısında o imtahanı veribsə, xalqın qarşısında canlı-canlı ifalar edibsə, bu artıq İlk addımdır. Bəli, Yalnız bəli. ilk addımdır. Bundan sonra artıq sənət yolu başlayır və əlbəttə ki, arzu edərdik ki, o müsabiqədən çıxan gənc xanəndələr, ifaçılar əlbəttə ki, onunla arxayınlaşmasınlar ki, artıq mən müsabiqədə qalib oldum, artıq mən məni xalq sevir, məni ustadlar seçib. Düşünürəm ki, onlar sizə dəstək oldu, amma bundan sonraki məsuliyyət sözsüz ki, sizin çiyinlərinizdədir o missiyanı daşımaq və siz bugün görürük ki, əzmlə çalışırsınız. Yeni əlbəttə ki, lent yazıları, yeni ifalar təqdim edirsiniz. Ümumiyyətlə bir xanəndənin yolunun istər ustadlarla görüşlər, daha sonra müsabiqələr, festivallar, yəni sənət yolunda bu yolunun bu uğurlu səhifələrdən keçməsi onun püxtələşməsində, yetişməsində çox böyük bir rolu var. Sözsüz ki. Necə düşünürsünüz? Bugün ümumiyyətlə müsabiqəyə hazırlaşan və sizdən sonra belə deyək də ruhlanıb bu sənətə gəlmək istəyənlərə müsabiqədə qalib olmaq üçün və ümumiyyətlə hər hansı bir festival mı deyim, layiqincə təmsil etmək üçün, uğur qazanmaq üçün ilk olaraq ümumiyyətlə xanəndədən nə tələb olunur? Ümumiyyətlə Sevinç xanım, ilk növbədə mən təşəkkürümü bildirirəm Azərbaycan Respublikasının vitse-prezidenti birinci xanım Mehriban xanım Əliyevaya ki, biz gənclər üçün belə gözəl şərait yaradıb. Beynəlxalq muğam müsabiqələri, televiziya muğam müsabiqələri həqiqətən xanəndəyə çox böyük stimul verir həqiqətən də muğam müsabiqəsi. Həvəs stimulu verir təbii ki və o stimul da vadar edir ki, artıq xanəndə üzərində daha da çalışsın, daha da irəliyə doğru getsin inşallah. Və ilk növbədə xanəndədən təbii ki, həyəcanı birinci dəf etməkdir. Yəni bu tələb olunur. Həyəcan olmalıdır. Bəli, təbii ki. O məsuliyyət həyəcanı təbii ki, başqa bir şeydir, amma səhnəyə çıxanda artıq o həyəcan itir. Və ustadların təbii ki, hər cümləsinə fikir vermək, yəni istəyir qəzəliyyatda, qəzəl nüansı olsun, istəyir muğam şöbələrində. Bizim demək muğam müsabiqəsində müslər heyətində salamlayıram bizim elə muğam kafedrası müdürümüz xalq artisti Teyib müəllim Aslanovu salamlayıram. Üniversitet Universiteti, Mənsum müəllim İbrahimov salamlayıram. Salamlayırıq biz də ustadlarımızı, bəli. Yəni onların hər cümləsi, hər kəlməsi bizim üçün bir dərsdir, məktəbdir həqiqətən də. Bəli, əslində onların o iradları da, onların o tövsiyələri də yəni düzgün qəbul olunmalıdır. Çünki gənc xanəndə, gənc ifaçı, yəni o hər bir sözü bir sırğa kimi qulağından asmalıdır ki, bəli, bu mənim xeyrimə deyilir. Bəli, təbii ki. Bəli. O iradlar da o həftədən həftəyə, aydan aya, ildən ilə əlbəttə ki, onları üzərində çalışaraq yalnız uğur qazanmaq mümkündür. Bu təkcə xanəndə deyil, ümumiyyətlə instrumentalistlərdə də, musiqiçilərdə də hər bir sahədə əslində belədir ki, yəni insan bəzən doğrudan da o tənqidlə təhqir əlbəttə ki, ayrı-ayrı şeylərdir və o tənqidi düzgün qəbul edib və nəticə çıxarmaq. Bəli, onu düzgün qəbul edib və sözsüz ki, nəticə çıxarmaq lazımdır. Buradan gənclərə də əlbəttə ki, biz bir daha, bax, o Vüsal Qasımov bugün şəxsi təcrübəsindən ən azından paylaşdı ki, bax, bunlar önəmlidir. O həyəcanın dəf olunması da sözsüz ki, sənətə olan sevgi həmdikşini də önəmlidir ki, yəni sən sevdiyin işlə məşğulsan, sevdiyin, nə bilim, o qavalı da tutaraq, dəhvi tutaraq da onu sevgi ilə aşılamağı, sevgi ilə yaşatmağı özündən borc bilirsən. Çünki elə bir sənətdir ki, nəsildən nəsilə ötürülür və bugün də siz bu işi daşıyırsınız, təbliğ edirsiniz, təmsil edirsiniz və pedaqoji fəaliyyətini necə? İnşallah ki, bəli, fikrim var pedaqoji fəaliyyətindən bu il Allahın izni ilə ki, belə şükürlər olsun Allah müsabiqədən sonra dövlət tədbirlərində oluruq, dövlət konsertlərində. Sağ olun, sizin kimi dəyərli insanlar dəvət edirlər. Efirlərdə, yəni həqiqətən də, yəni inşallah ki, opera və balet teatrına İbn Salam obrazını oynamışdım Leyli və Məcnun operasında. Artıq opera balet teatrında da yəni çıxış etdiniz İbn Salamı. Məcnunla Leyli kim idi o zaman orada? Toğrul Abiyev idi, səhvimcə Məcnun, bəli. Leylidə Aydan
Fidan Süleymanzadə, üzr istəyirəm. Fidan Süleymanzadə Bəli, və bəli. siz də İbn Salamı Bəli, və deyir hər bir xanəndənin arzusudur ki, bir dəfə bir Leylini, bir Məcnun kimi səhnədə rol alsın. Yəqin Təbii ki, ki. İbn Salamla başlayıb arzunuz var ki, bir İnşallah Məcnunu da yaradasınız. Çünki sizin İnşallah. ustadınız Canali Əkbərov o Bəli, qədər bəli. gözəl bir Məcnun kimi tarixlərdə, yaddaşlarda qalıb. Bəncə Şah onun İsmail da operasında Şah İsmail, Bəli. Aşıq Qəribdə Aşıq Qərib, Leyli Məzunda Məzunun, Əsl Kərəmdə Kərəm Kərəm obrazını obrazları, bəli. özünə məxsus şəkildə. Bəli, özünə və bu sözsüz ki, ustadınızın da ruhu şad olar ki, onun tələbəsi bax bu cür, yəni onun həm xanəndəlik baxımından, həm də əlbəttə ki, opera fəaliyyəti ilə də məşğuldur. Hər bir düşünürəm ki, sənətkar, hər bir ifaçı özünü müxtəlif sahələrdə, müxtəlif sferalarda sınamalıdır. Yəni bu gün biz görürük ki, xanəndə ilə estrada ifaçının sintezi də var. Hətta aşıq ifaçısı ilə belə müasir pop estrada ifaçısının sintezini görürük. Yəni müasir zəmanənin tələbləri ilə də uyğunlaşmaq, ayaqlaşmaq lazımdır. Bəli, təbii Yəqin ki. ki, siz də bax bu yeniliklərə açıqsınız və sözsüz ki, xanəndəlik öz yerində, muğam dəstgahları onları yazdırmaq, öyrənmək öz yerində, amma opera səhnəsi də, opera sənəti də mütləq ki, sizin fəaliyyətinizdə olmalıdır. bəli, Və mən çox təşəkkür edirəm sizə. Əslində Sağ olun, biz təşəkkür bugün bir edirik. çox ustadlarımızı yad etdik, gözəl xatirələri də yada saldıq. Bir qədər Vüsal Qasımovun sənət yoluna, onun uğurlu addımlarını bir daha tamaşaçılara, dinləyicilərə təqdim etdik və ən azından düşünürəm ki, gənc, yeni nəsil yetişən xanəndələr də özləri üçün nələrsə götürə bildilər və canlı ifalardan isə inanıram ki və əminəm ki, bizim musiqisevər dinləyicilərimiz də zövq aldılar və elə sonda daha bir canlı ifa ilə yekunlaşdıracağıq. Son olaraq artıq gənc yaşınızda həm müsabiqədə iştirak etmisiniz, həm bizim uzun illər həsrətində olan sənətkarlar var ki, illərlə həsrətində olub Şuşa səhnəmizdə, Cıdır düzümüzdə çıxış etmisiniz. Bundan sonra qarşıda qoyduğunuz məqsəd, amalınız, arzunuz nədir? İnşallah ki, sənətimizi daha da inkişaf elətdirmək, davam elətdirmək bizim əziz dostlarımızla Bəli. bərabər təbii ki və yenə də ən böyük arzum uşaqlıqdan bəri elə Semiz xanım opera olub deyə. Həmişə istəmişəm. Xanəndə var ki, opera istəmir. Açıq, yəni bu da var. Yəni necə? Yəni milli üslubu, milli yəni üslubu var, amma bəli, davam opera o qədər etdirir. çətindir ki. Yəni orada 2 saat ərzində, yəni o sözləri əzbərləmək, oxumaq həqiqətən də çox çətindir. Və elə pedaqoji fəaliyyəti davam elətdirmək istəyirəm inşallah ki. İnşallah. Bəli. Opera və balet teatrında yenidən və digərləri inşallah ki, Allahın iznilə yaxşı Hələ olar hər şey. gəncsiniz, Bəli. həqiqətən də hələ sizin sənət yolunuz irəlidədir. Həm siz, həm əlbəttə ki, bizim musiqiçilərimizə də Sabir mənim zamanlı Qasımov. Mədəniyyət və İncəsənət Universitetində Artıq pedaqoji fəaliyyətlə məşğulsunuz Bəli, siz bəli. də. Aha. Bəli. İncəsənət Universitetində. Toğrul Qasımov Milli Konservatoriyanın məzunudur. Aha. Magistratura hazırda davam məzunusunuz artıq, bitirmisiniz və hər biri əlbəttə ki, hər şey öz yerində, fitri istedaddır, zəhmətdir, hər şey öz yerində. Amma sözsüz ki, bunun savadı, ali əlbəttə ki, təhsili çox önəmlidir. Çünki bu gün həm bizim Milli Konservatoriyamızda, həm Asif Zeynallı Musiqi Kolleci olsun, İncəsənət Universiteti olsun, elə Bakı Musiqi Akademiyası, yəni musiqi ocaqlarımızda əlbəttə ki, bu musiqi sənətinin mütləq ki, məktəbini keçmək lazımdır və o ali dərəcəni də əlbəttə ki, nail olmaq lazımdır ki, qazanmaq lazımdır. Çünki gələcəkdə bax bizim bugünkü qonaqlarımız kimi həm də pedaqoji fəaliyyətlə bunu nəsildən nəsilə ötürmək. Uğurlar arzu edirəm hər birinizə. Çox Təşəkkür sağ olun. edirəm. Çox sağ olun. Var Çox xoş olasınız. oldu bugün. Düşünürəm çərşənbə günündə milli musiqimizə üst tutmamız dinləyicilərimizin də diqqətindən yayınmır ki, hər çərşənbə axşamı biz elə sizinlə canlı-canlı, ümumiyyətlə hər gün canlı görüşürük, amma canlı musiqinin yeri başqadır. Hələ əlbəttə ki, bayram günündə bir başqa bir zövq verir insana. Bir daha təşəkkür edirəm. Çox sağ olun, Sonda Semiz daha bir canlı ifa olacaq. Bəli. Çox sağ olun bir daha. Semiz Sağ olun. xanım. Elə Təşəkkür canlı edirəm ifadə dəvətiniz üçün. yekunlaşdırırıq. Xanəndə Vüsal Qasımov, kamançıda Toğrul Qasımov və tarda isə Zabir Camalı idi. Bugün bizimlə elə onların ifası ilə biz bugünkü verilişimizi yekunlaşdırırıq və bütün video buraxılışımız isə həmçinin də əlbəttə ki Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanalında yerləşdiriləcək.
çıxaq, burada gəlir baharı. Sevgilim seyrə çıxaq, burada gəlir baharı. Dil açır qəlbimizin ən şirin arzuları. Dil açır qəlbimizin ən şirin arzuları. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım taç aman Qarabağ. Qarabağ can Qarabağ. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım taç aman Qarabağ. Qarabağ can Qarabağ. Qarabağ can Qarabağ. Tarlalarında neçə qəhrəman övladı var. Tarlalarında neçə qəhrəman övladı var. Əməyi güllər açan xanları büyüyadı var. Əməyi güllər açan xanları büyüyadı var. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım taç aman Qarabağ. Qarabağ can Qarabağ. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım taç aman Qarabağ. Qarabağ can Qarabağ. Qarabağ can Qarabağ. Bu çəmənlərdə gəzib Vaqifin şux gözəliyə. Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli. Ruhunu buradan alıb Natəvanın qəzəli. Ruhunu buradan alıb Natəvanın qəzəli. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım taç aman Qarabağ. Qarabağ can Qarabağ. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım taç aman Qarabağ. Qarabağ can Qarabağ. Qarabağ can Qarabağ. Qarabağ can Qarabağ. Qarabağ can Qarabağ.